Ürək çaşmamazlığının səbəbi kimi birinci ürəyin işemik xəstəlikləri götürülür. Yəni bu zaman ürək əzələsinin perfuziyası pozulur və ürək əzələsi öz funksiyasını normal yerinə yetirə bilmir. Bu zamanda periferik qan dövranı pozulur, ürəyin gücü düşür aşağı, yəni ürək öz işinin tam vəzifəsində yerinə yetirmir. İlkin əlamət kimi xəstələrdə ilk dönəmlərdə tənginəfəslik yaranır. Tənginəfəslik get-gedə artır. Fiziki gərginlik zamanı yaranırsa da tənginəfəslik get-gedə sakit vəziyyətlərdə də əmələ gəlir. Sonra xəstələrdə başlayır hər iki aşağı ətraflarda, yəni ayaqlarda şişmələr. Yəni bu da ürək çaşmamazlığının bir əlamətidir. Getdikcə xəstəlik inkişaf elədikcə xəstələrdə məcburi oturaq vəziyyətlər yaranır. Ürək döymələrinin sayı artır. Əvvəl fiziki gərginlik zamanı döyüntü sayının artmağı müşahidə olunurdusa da, sonralar xəstəliyin inkişafı zamanı sakit vəziyyətdə də ürək döymələrinin sayının artıqlığı biruzə verir. Yəni, birinci ürək çaşmamazlığının müalicəsində birinci onun yaradan səbəbi araşdırmaq lazımdır ki, nə səbəbli yaranmışdır. Səbəblərindən birini, bayaq dediyim kimi, əvvəlinci ürəyin işemik xəstəliklərdirsə də, ikinci ən çox hallarda, yəni keçirilmiş infeksion xəstəliklər də götürülə bilər.